Salamlar. Bugün sizə ən çox qarışdırılan aprel işğalından sonraki vəziyyəti izah etmək istəyirəm. Gəlin baxaq. Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra Azərbaycanda Azərbaycan Mərkəzi İnqilab Komitəsi yaradılır. Və bu Mərkəzi İnqilab Komitəsi 1918-28 aprel Azərbaycan SSR-nin Xalq Komissarlar Sovetini yaradır. Gəlin baxaq, bunlar hansı səlahiyyətləri həyata keçirirdilər. Mərkəzi İnqilab Komitəsi qanunverici və sərəncamverici səlahiyyət daşıyırdı. Azərbaycan SSR Xalq Komissarlar Soveti isə ali icraçı rol oynayırdı. Ali icraçı rol oynamağına baxmayaraq real hakimiyyətə malik deyildi. Real hakimiyyətə malik olan Azərbaycan Kommunist Partiyası idi. Hansı ki 1920 fevral ayında yaranmışdı. AXC-nin dövründə yaranmışdı. Real hakimiyyətə malik olan Azərbaycan Kommunist Partiyası idi. Gəlin indi baxaq, Azərbaycan SSR-nin birinci konstitusiyası veriləndə vəziyyət necə idi? Azərbaycan SSR-nin birinci konstitusiyası verilir 1921-ci ilin mayında və Azərbaycan İnqilab Komitəsi ləğv edilir. Onun yerində Mərkəzi İcraiyyə Komitəsi yaradılır. Və o da qanunverici rol oynamağa başlayır. Azərbaycan SSR Xalq Komissarlar Soveti isə yenə də ali icraedici rol oynayırdı. 1937-ci ildə Azərbaycan SSR-nin ikinci konstitusiyası verilir. Burada da müəyyən qədər dəyişikliklər olur. Sovetlər Qurultayı və Mərkəzi İcraiyyə Komitəsi ləğv edilir və onun yerində Azərbaycan SSR Ali Soveti yaradılır. Bu qədər.